ICPC yarışmalarında iştirakçıların bilikləri və bacarıqları bir yerə gəlir, toplanır. Nəinki toplanır, hətta bir əmsala da vurulur. Burada əmsal birdən böyükdür. Və xüsusiyyəti məhz ən gözəl, ən vacib, ən önəmli, ən irəli götürən xüsusiyyətlərindən birisi məhz qeyd elədiyimdir. Bacarıqların və bilgilərin qat-qat artırılması və bir məqsədə işlənilməsi. İlk dəfə ICPC-nin tarixində, ilk dəfə olaraq məhz Bakıda keçirilən finala dünyada ən məşhur texnoloji şirkətlərdən olan OpenAI-in, Google-in nümayəndələri, top menecerləri Bakıya toplanmışdı. Bu, ICPC-nin tarixində ilk dəfə olmuşdu. İndi nəticə çıxardaq. Əgər böyük texnoloji şirkətlərin nümayəndələri Bakıya gəlirsə, bu elə tək bu bir faktın özü bəs eləyir ki, Azərbaycanın nə qədər texnologiyalarda və ya Azərbaycan gənclərinə texnologiya sayəsində nə qədər etibarın artması deməkdir. Bu finala çıxmamız təsadüfi deyil. Yəni, bu finala çıxmamız müntəzəm olaraq olacaq, yəni davamlı olacaq və bizim məqsədlərimiz açıqca yüksək yer qazanmaq deyil, bəlkə də mümkünsə hətta medala ulaşmaq, nədən də yox. Təbii böyük hazırlıq tələb olunur və bir proqram hazırlanılıb, bir proqram tərtib olunub, hazırlıq proqramı və İRIA-nın bu işdə rolu getdikcə artacaqdır. Hamıya müvəffəqiyyətlər. ICPC-ni ümumilikdə məktəb vaxtından riyaziyyat və yaxud da informatika olimpiadası üzrə təcrübəsi olanlara məsləhət görərdim. Proses ərzində həmin vaxtdan qazandıqları təcrübənin çox faydalarını görəcəklər. Yarışa hazırlaşarkən isə məsləhət görərdim ki, komanda olaraq çoxlu bir yerdə praktik eləsinlər. Çünki həm komanda olaraq bir-birlərini başa düşməlidirlər. Çünki yarış vaxtı məsələ müzakirəsi gedir birlikdə və bir-birlərini rahat anlaya bilməlidirlər bu müddət ərzində. Əlavə olaraqsa individual hazırlıq müddətdə olmalıdır. Çünki uşaqlar öz thinkingləri üzərində işləməlidirlər biraz. Bu da sadəcə praktika ilə olur, yəni uzun müddət çoxlu məsələ işləməlidirlər. ICPC yarışında normalda 12-15 arası sual olur və yarışın ilk saatlarında biz çalışırıq bu sualları olabildiğince eyni sayda bölüşdürək aramızda. Adətən ilk 4-5 sualı mən götürürəm, ortancıl sualları Nicat, son 4 sualı isə Tahir götürür. Vaxt azaldıqca komanda olaraq işləyirik bütün sualların üzərində. ICPC yarışında iştirak etmək mənə komandada işləmə və zamanı doğru idarə etmə bacarıqlarımı inkişaf etdirmək kömək edir. Eyni zamanda başqa komandaların iştirakçıları ilə tanış olaraq əlaqələrimi genişləndirir. Bildiyiniz kimi ICPC dünya üzrə tanınan ən böyük proqramlaşdırma yarışlarındandır. ICPC dünya finalında bütün ölkələrdən dünyanın ən nüfuzlu universitetlərindən komandalar iştirak edir və mən belə bir yarışda ölkəmi təmsil edədiyimə görə qürur duyuram. Əlavə olaraq bu yarış mənə bu sahədə çalışan peşəkarlarla görüşüb ünsiyyət qurmaq imkanı yaradır. Ümid edirəm ki, finalda da yarım finaldakı kimi gözəl bir nəticə göstərə biləcəyik.